Bizim ən böyük problemlərimizdən biri stabil saydığımız, öyrəşdiyimiz, vərdiş elədiyimiz sistemlərdən qopa bilməməyimizdir. Yəni, əgər biz bunlardan qopa bilməsək, təhsil barəsində çox geridə qalacağıq. Bu, ixtisaslar üçün də eyni keçərlidir. Məsələn, dünyada artıq blockchain engineering var, yapay zəka. Yapay zəka bu dəqiqə ən öndə olan. Və s. Hətta belə deyim, məsələn, hal-hazırda əgər insanlar psixologiya oxuyursa, yeni trend yapay zəka psixologiyasıdır. Məsələn, süni intellektin psixologiyası necədir, dəyərləndirməsi necədir? Dünya buna doğru gedir. Biz isə bəzən standartlarımızdan çıxmaq istəmirik. Niyə? Sizin də dediyiniz kimi, bəzən kağız parçası, yəni bildiyiniz, yəni bizdə yenə biraz qalın verirlər, amma dünyada A4 boyutunda bir A4 kağızı verirlər diplomu. Yəni bir kağızın arxasınca qaçırıq. Bəli, kağız üzərində mübarizə. Və üzərində diplom yazılan bir kağız parçasının arxasınca qaçılır və bunu arxasınca qaçdığımız müddətdə əsl təhsil eğitimi unutmuş oluruq. Yəni müasir dünya standartlarından geriyə düşmüş oluruq.